Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Ötən gecə Göygöldə 2 nəfərin ölümü, ikisinin isə yaralanması ilə nəticələnən ağır yol qəzasının detalları məlum olub. Bildirilir ki, hadisənin baş vermə anının görüntüləri əldə edilib. Məlumata görə ağır yaralanan gənclərdən biri atasının avtomobilini qaçırıb. Minik vasitəsini idarə etmək üçün dostu 27 yaşlı Elvin Məmmədova verib. Kadrlardan da aydın olduğu kimi hadisəyə səbəb Elvinin avtomobili yüksək sürətlə idarə etməsi olub. Maşındakı sərnişinlər ondan dəfələrlə yavaş sürməsini xahiş etsələr də o deyilənlərə məhəl qoymayıb. Ay Elvin, nəsə olsa tikəmizi də tapmayacaqlar, yavaş sür. Qeyd edək ki, hadisə zamanı minik vasitəsini idarə edən Elvin Məmmədov və o birisinin şagirdi İsfi Allayev həlak olub. Digər iki gənc 2008-ci il təvəllüdlü Əsgərov və 2009-cu il təvəllüdlü Süleymanov isə ağır yaralanıb. Avtomobil yaralılardan birinin atasına məxsus olub. Yüksək sürətin səbəb olduğu dəhşətli qəzanın an-ban görüntüləri sosial şəbəkələrdə yayılıb.